Qardaş, tilka ummetun qad xalat. Allah Teala buyurur ki, onlar ötüb keçmiş bir ümmətdir. Onların qazandıqları özlərinədir. Sənin qazandıqlar, sizin qazandıqlar özünüzədir. Gəlin biz öz günümüzə ağlayaq da qardaş. Nə olub, nə keçib əsləmə, nə olsun? Nə dəyişir ki? Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nu daimu ala a'daihim ecma'in. Biz bəzi vaxtlarda Vəhabilərin bəzi çıxışlarını gətiririk və qeyd edirik ki, məsələn, Vəhabilər bu cür əqidə bəslilər, bu cür danışırlar. Əqidələrindən əlavə bəzi vaxtlarda hətta özlərinin çıxışlarında istəyirik görəsiz. Yəni, hətta cavab verməsək belə, əlhəmdülillah bizim şiə qardaşlarımız çox məntiqli, çox ağıllı insanlardılar. Onlar hətta kimsə, hansısa bir şiə elm tələbəsi, ruhanisi və yaxud savadlı bir şəxs hətta onlara elmi cavab verməsə də, onlar danışanda zaten o elm əhli olmayan şiə qardaşlarımız ki var, onların necə məntiqsiz, necə məntiqdən uzaq insan olduqlarını o saat fərqinə varırlar. Və bunun üçün də belə deyək ki, iti zehində olmaq lazım deyil. Elə sadəcə olaraq bəzi insanlar qulaq assalar, hətta onların çıxışlarını adi insanlara təqdim etsəniz ki, onların məntiqli insanlardılar, onlar biləcəklər ki, bu insanlar doğrudan da nə gəldi danışırlar. Yəni, özlərini rüsva edirlər. Əlhəmdülillah, həmişə bunu tez-tez deyirik, həm dedirik ki, özlərini çəkirlər, qoyurlar YouTube-da, kanallarda, özlərini necə deyərlər, rüsva edirlər. Vallahi, mən bunu tam səmimiyyətimlə deyirəm. Canlıya gəlsələr, canlı da onlara bundan artıqını deyərəm. Və özləri də etiraf eləyərlər, əgər təəssübkeş olmasalar, inadkar olmasalar, etiraf eləyərlər ki, doğrudan da nə gəldi danışırlar. Deməli, Vəhabilərdən biri hansı ki, biz bunu canlı debata da dəvət elədik və hələ ki, səs soraq yoxdur bu adamdan. Deməli, bu şəxs, biz bunun kanalında qoyduqları, düzəltdikləri verilişlərin hissəsində cavab vermişik, fırıldaqlarını göstərmişik, saxtakarlıqlarını göstərmişik. İndi özü çıxır, biraz da özünü daha çox rüsva eləyir. Deməli, bu şəxs Qurandan bir ayə gətirir ki, onlar bir ümmət idilər, gəldilər, keçdilər, onların etdikləri özlərinədir, sizin etdiyiniz özünüzədir. Mütləq bu ayələri harada gətirirlər? Harada ki, özlərinə sərf eləyir. Məsələn, sən ona Cəməl döyüşündən danış, Siffin döyüşündən danış, dayılarının cinayətlərindən danış, bu ayə yada düşür. Halbuki bu ayənin ümumiyyətlə bunların gətirdiyi, yəni bunların bu ayədən başa düşdüklərinə heç bir dəxli yoxdur. O ayədə Allah sadəcə, məsələn, İbn Kəsirin təfsirinə baxsanız, Təfsirül Quran-ül-Azim kitabına baxın, Müəssisəli Qurtuba tərəfindən çap olunan nüsxə, 2-ci cilddir. Səhifə 101-də bu ayəni gətirir, tilkə ümmətun qad xalət. Bu ayəni gətirir, İbn Kəsir deyir ki, bizi ötüb keçən sələflər ki var idilər, ümmətlər var idi, sizin atalarınızdan, peyğəmbərlərdən, salihlərdən, deyir, sizin onlara olan nisbətini sizə fayda verməz. Lə yənfəukum intisabukum ileyhim. Sizin onlara müntəsəb olmağınız, müntəsib olmaq yəni sizin onlara qohumluğunuz məsələn, sizə heç bir fayda verməz. İzə ləm təf'alu xeyran. Əgər xeyir iş görməsəniz. Yəni, onlar bir əməl eləyiblər, namaz qılıb, oruç tutublar, özlərinədir. Sən demə ki, mənim babam namaz qılan kişi idi, bizim lorul ilə desək. O özünədir. Bu ayənin Muaviyyədən danışanda, Cəməldən, Siffindən danışanda onları ki müdafiə edirsiniz, bura nə dəxli var? Axı, bu ayənin tətbiqi burada deyil. Bunu burada tətbiq etmirlər. Heç dəxli yoxdur axı o ayənin bu ayəyə. Yox, əgər dəxli varsa, onda niyə belə deyək ki, münafiqlik edirsiniz? Niyə ikiyüzlülük edirsiniz? Elədiyiniz ikiyüzlülükdir, niyə görə? Yəni, bunlar mənasız bir şeylərdir. Yəni, bu şeylərlə məşğul olmaq səndən tələb olunmur. Yəni, sən aç Allahın kitabını. Gör, Rəbbin səndən bircə yerdə bu şeyləri ümumiyyətlə danışırmı? Yəni, hamısı boş söhbətlərdir. Bunların başım kanallarında bütün günü dəxli olmayan məsələlərdən danışırlar. Məsələn, kanallarında Atabəylərdən danışırlar. Atabəylər əhl-i-sünnə dövləti. Yaxşı, onların dediyindən sənə nə dəxli var? Niyə oturub ondan danışırsan? Deyirsən ki, bunlar boş söhbətlərdir. Niyə özün boş söhbətlər edirsən öz kanalında? Şah İsmaili danlayırlar bütün günü. Bütün günü kanallarına bax, onun şeyxlərinə, ilahiyyatçılarına Şah İsmailin haqqında əleyhinə nə gəldi danışırlar. Niyə məsələn oturub İslam düşməni Babək haqqında danışırsınız? Adını İslam düşməni qoyublar Babəkin. Niyə Bektaşiliyin nə bilim tarixindən danışırlar?
Şiə xaşxaşlar dövləti terrorçu göstərməyə çalışırlar. Yaxşı, sən ki deyirsən, boş şeylərdir bunlar. Quranda bu barədə bizə heç nə deyilməyib ki, yəni bunlardan danışın. Deyir axı, deyir Quranda yoxdur ki, bunlardan danışın. Bizim vəzifəmiz bunlardan danışmaq deyil. Sən öz əməllərini düzəlt. Yaxşı, sən onda niyə boş-boş kanalında bu verilişlərə yer verirsən? Boş-boş iş görürsən də, onda belə çıxır səndə. Çünki Quranda sənə deyilməyib ki, xaşxaşilərdən danış, mən nə bilim, Bektaşilərdən danış, Şah İsmaildən danış, Babəkdən danış. Sənə nə dəxli var Babəkdən? Hə, deməli 100% asıb girirsən kanallarına, bu şeylərdən danışırlar. Amma bu artıq ikiyüzlülükdür. Sən özün danışırsan, gəlirsən cəmaata deyirsən ki, Muaviyyədən danışmıyorsun. Bir insan, bir alim öz əməlinə, öz elminə əməl etmirsə, bilir ki, Quranda bunun vəzifəsi bu deyil, bu həyatda bunun vəzifəsi bu deyil. Niyə cəmaat onda sən özün əməl etmirsən, cəmaata danışırsan? Amma digər tərəfdən biz Muaviyyə haqqında, Cəməl döyüşünə, Siffin döyüşünə danışanda biz bu cəhətdən danışmırıq ki, Muaviyyə və yaxud Cəməldə ölənlər, o bunların sahabələri ki, zamanı imamına qarşı çıxdılar, Əhl-i-Beyti düşmənçilik etdilər. Biz onların əməllərindən həm ibrət almaq üçün danışırıq, həm də Əhl-i-Beyt düşmənlərini tanıtdırırıq. Necə ki, sən Ömərin düşmənlərini tanıtdırırsan, Osmanın düşmənlərini tanıtdırırsan, biz də o cür. Niyə? Çünki sabah insanların qəlbi meyllənər Muaviyyəyə, Muaviyyəni sevərlər. Sizə danışmayıblar ki, gəlmişsiniz bu vəziyyətə düşmüsünüz də. Muaviyyə kimi Əhl-i-Beyt düşmənini qaçırsan sən debatda. Sən gəl debata Muaviyyə haqqında danışaq, Səhabə ədalət haqqında danışaq. Sənin səhih sünni mənbələrinlə. Ona görə gəlmirlər debata. Biz istəmirik insanlar getsinlər Muaviyyəyə, qəlblərində məhəbbəti bəsləsinlər. Sizə vaxtı ikən deyilməyib deyə alladıblar ki, siz indi bu vəziyyətdəsiniz. Sonra da cərh, tə'dil elmi var, rical elmi var. Bu elmdə insanların sahabə, tabiin və s. bunların yaxşı pis olduğunu araşdırırlar. Kəzzab olsulardan hədis götürmürlər. Niyə araşdırırsınız ki, filan kəs rafizidir, ondan hədis götürmək olmaz, şii olub, ondan hədis götürmək olmaz? Niyə? Orada deyirlər ki, onlar bir ümmətdir, gəlib keçsinlər də. Hə, ona görə götürürlər onlardan, deməli, onları qoyurlar kənara, onlardan din götürmürlər ki, yox, bu rafizidir, bunun İmam Əliyə eşqi olub, bu nə bilim şii olub, qoyurlar kənara. Biz də deyirik ki, bəli, Muaviyyə Allahın düşməni olub, Əhl-i-Beytin düşməni olub. Niyə azınıza gəlir? Niyə şiələr araşdırırsınız, kimsə şiə çıxanda ondan hədis götürmürsünüz, amma qayda uydurmursunuz, bütün sahabələr adildir. Qurandan bir dənə dəlil gətir. Bütün sahabələr adildir. Bütün sahabələr behiştli əhli. Qurandan bir dənə dəlil gətir. Sahabəyə tərif vermirsən, Qurandan bir dənə dəlil gətir. Peyğəmbəri görüb iman gətirib imanla dünyadan gedən şəxs. Gəlin biz öz günümüzə ağlayaq da qardaş. Nə olub, nə keçib əsləmə, nə olsun? Nə dəyişir ki? Sonra deyir ki, gəlin öz günümüzə ağlayaq. Biz onlardan danışanda nə dəyişir ki? Çox şey dəyişir. Nə qədər insanlar varlar, Vəhhabiliyi tərk edirlər, gəlirlər şii olurlar. Nə dəyişir ki, sən Babək haqqında deyirsən ki, Babək Allah düşmənidir və bu kimi sözlər deyirlər. Şah İsmail haqqında həmsinin, sünniləri qırdı və s. Nə dəyişdi onda? Niyə orada dəyişiklik olur, amma burada dəyişiklik olmur? Məyər Əli ibn Əbi Talibin vaxtında zülm olunan insanlar yox idi? Yəni birini sevirsənsə, o demək deyil ki, hamısını tapdalayıb keçməlisən qardaş. Bu yəni bizdən tələb olunmayan bir şeydir. Biz durub indi Əli ibn Əbi Talibdən eyib axtarmalıyıq. Əbubəkirdən, Ömərdən, Osmandan eyib axtarmalıyıq. Yəni bu nə dindir, bu nə əqidədir, bu nə şeydir ki? Ümumiyyətlə nə lüzum var? Yəni bir özümüz fikirləşək də bir məntiqlə. Buna ümumiyyətlə lüzum varmı? Yəni buna ehtiyac varmı? Sonra deyir ki, məgər İmam Əlinin əleyhissalam vaxtında zülm olunan insanlar yox idi. Baxın, Əhl-i-Beyt o qədər nasib idilər ki, o qəlblərində kin, Əhl-i-Beytə olan kin. Bu söz Əhl-i-Beytə kini olan şəxsin dilindən çıxan söz. Mən belə hesab edirəm. Yox, belə deyilsə çıxsın izah eləsin ki, bunu niyə deyir? Deyir, Əli ibn Əbi Talibin əleyhissalam zamanında zülm olunan şəxslər yox idi. Yəni başqaları zülm edirsə ki, bunu zaten deməz. İstəyirdi ki, yəni İmam Əlinin əleyhissalam özü də zülm edir və sonra başlayır nə deyir? Başlayır Cəməl döyüşündən danışır. Deyir, bizdən tələb olunmayan bir şeydir. Bir kəsi sevirsənsə, bu demək deyir ki, başqasını tapdalayıb getməlisən. Bir kəsi sevirsənsə, başqasını tapdalamırsan. Yox, o başqası Əhl-i-Beytin düşməni olanda tapdalayırsan, bəli. Çünki Müslimdə yazdığı kimi İmam Əleyhissalam deyir ki, məni ancaq mömin sevər. La yuhibbuka və yaxud la yuhibbuni illə mümin. Məni ancaq mömin sevər və məni ancaq münafiq buğz edər. Biz də münafiqləri tanıtdırırıq. Niyə acınıza gəlir? Cəməl döyüşündə o qədər insanlar məsələn ki, belə deyək ki, küyə getdilər, məsələn öldülər, ailəsi uşağı yetim qaldı. Qiyamət günü necə verəcək məsələn Əli ibn Əbi Talib? Bunu kimsə deyə bilər də qardaş. Ki müsəlmanlar idi, niyə görə onları öldürdülər? Əli bir variant tapardı da, xüsusən də sizin etiqadınıza görə Əli qeybi bilirdi. Yəni gələcəkdə olacaqları bilirdi Əli. Məsumdur da, düzdür. Məsum nə deməkdir? Yəni ki, Allah Taala onu hər şeydən qoruyub da və ona bütün məlumatları verib əvəzdən ta qiyamətə qədər nə olacaq hamısını bilir Əli ibn Əbi Talib. Elə deyər ki, olmasın da bu söhbətlər.
Yəni ki, biz nəzərdə elə bir ki, bu mənasız bir şeylər deyə qardaş. Yəni Sonra deyir biz durub İmam Əlidən əleyhissalam eyib axtarmalıyıq. Bu nə dindir ki? Bəli, biz elə onu deyirik də. Dayın Muaviyə İmam Əli əleyhissalam deyirsiniz ki, xəvarici təhvil vermədi Muaviyə. Muaviyə beyət eləmədi, qiyama qalxdı. Yaxşı bu nə dindir Muaviyənin dini? Niyə eyib axtararsan İmam Əlidə? Dırnaq arası Vəhabinin məntiqincə eyibdir də bu. Bunu biz də bunu demək istəyirik də. Biz də bunu demək istəyirik ki, sənin dayın Muaviyə belə işlərlə məşğul olub və sən onu behişt əhli hesab edirsən. Durub insanlarda eyib axtaran bir şəxs olub. Sonra deyir ki, kimsə belə bir ürək tuta bilər ki, Cəməldə küçəyə getdilər və nə qədər insan qırıldı, Əli ibn Əbi Talib əleyhissalam buna cavab verməlidir. Bir nəfər gəlib belə deyər də, bax nasiblik damarları necə tutur? İmam Əli əleyhissalam qanuni xəlifədir. Hansı ağıllı insan düşünə bilər ki, bir ölkədə xəlifə seçilib, beyət eləyiblər ona. Necə ki, Əbu Bəkirə Mədinədə beyət elədilər, bunların məntiqincə. Necə ki, Ömərə beyət elədilər, necə ki, Osmana, Mədinə cəmaatı və digər məntəqələrdə çatdırdılar ki, bəli, artıq xəlifə seçilib. İmam Əli də əleyhissalam o cür xəlifə seçilmişdi. Bütün müsəlman ümmətinin nəzərində imam xəlifədir. Bizə görə birinci, onlara görə dördüncü. Amma Muaviyə etiraz elədi, beyət eləmədi. Cəməldə bunların sahabələri Ayşə, Təlhə, Zübeyr və başqa sahabələr ki, cənnətlə müjdələyiblər onları, onlar qanuni xilafətə qarşı qiyam etdilər. Diqqət edin, hansı ağıllı adam qanuni prezidenti qınayar ki, ona qarşı çıxdılar nə qədər qanunlar töküldü. Görürsən necə nasibidilər? Sən Ayşəni qınamalısan, Təlhəni, Zübeyri qınamalısan. Onların günahı İmam Əlidə deyil ki. Sonra da get tarixi oxu da, həmin o İmam Əli əleyhissalam xilafətdə olanda get Təbərin tarixini, digər tarixləri oxu günah. İmam nə qədər onlara vəsiyyət elədi, nəsihət elədi, moizə elədi, məktub yolladı, döyüşdə hətta döyüş başlamamışdan qabaq çağırdı, danladı, moizə elədi. Zübeyr bir qədər peşman oldu, çəkildi, getdi və öldürdülər onu sonra. Və başqa insanlar da o cür. Moizə edib, amma gördü çarəsi yoxdur da. Yəni bir insana Quranın xeyri yoxdursa, peyğəmbərin sözünün xeyri yoxdursa, imamın sözü necə xeyri ola bilər? Quran deyir ki, Allahın ipindən yapışın, ixtilaflar etməyin. Onlar ixtilaf etdilər. Bir peyğəmbər deyirsə ki, Əlini ancaq mömin sevər, Əliyə ancaq münafiq buğz edər. Nə qədər səhih sünni mənbələri var imamın fəzilətlərinə dair. Bu fəzilətləri Muaviyə dərk eləmirsə, digər sahabələr dərk eləmirsə, buna rəğmən qarşı çıxırlarsa, İmam Əli əleyhissalam nə etsin bunlarsın? Sonra öz ağlınca bu cahil insan, öz danışığını bilməyən insan deyir ki, bizim əqidəmizə görə, yəni biz şiələrə görə imam məsumdur, alimdir, qeyb elmini bilir, qiyamətə qədər hər şey bilir və məsumdur. Allah onu qoruyur. Elə eləyərdi, Cəməl döyüşü baş verməzdi də. Gör adam nə qədər cahildir. Subhanallah. Vallahi bizim bunlara qulaq asanlara yazığımız gəlir. And olsun Allaha tam səmimi sözümdür. Yəni bu adam düşünmür ki, əvvəla məsum olmaq günahdan qorunmaq mənasındadır. Bir insan günahkardırsa əgər, İmamın vəzifəsi deyil ki, onu mütləq və mütləq hidayət eləsin. İnsan var, hidayət olmur. Yəni sənin bu iradın peyğəmbərə gəlir də. Peyğəmbər də məsumdur bizə vəsilə görə. Nə qədər insanlar iman gətirmədilər. Onda onların günahı peyğəmbərdədir. Gör adam nə qədər cahildir ki, deyir ki, imam bunun qabağını alardı da. İmam məsumdur. İmam əlindən gələni deyir onlara. Nə etməlidir başqa? Peyğəmbərin hidayət eləyə bilmədiyi şəxsi peyğəmbər də o sözləri demişdi də. Yəni İmam Əli əleyhissalam peyğəmbərdən üstün nə deyə bilərdi ki? Peyğəmbər deyib ki, Əlini ancaq mömin sevər. Peyğəmbər deyib zamanı imamına qarşı çıxmaq olmaz, özünüz deyirsiniz. 5-10 nəfər aksiya keçirəndə deyirsiniz xəvarizdirlər. Peyğəmbər əhl-i-beytimi sevin deyib, nə qədər ixtilaflar eləməyin deyib. Müslimdə deyir ki, 2 müsəlman qılıncla üzə gəlsələr, ölən də öldürən də cəhənnəm əhlidir. Yəni nə qədər sözlər deyib, bu sözləri ya özünüzə uydurmusunuz, peyğəmbərə nisbət vermisiniz. Ya da peyğəmbər deyibsə, onlara xeyir eləməyibsə, imam nə xeyir versin onlara? Yox, imam bunların qarşısını almalıydı. İmam qarşısını aldı da, moizə elədi, nəsihət elədi, peyğəmbərin sözlərini xatırlatdı, Quran ayələrini xatırlatdı. Yəni bu dolayısıyla ümmətə çatdırmaq istəyir ki, yəni imam bunları etmədi. İmam bunları etməliydi, etmədi və onların qanı imamın boynundadır. Yoxsa bunu deməsə bu sözlərin mənası yoxdur ki. Yəni belə etiqad etsə ki, imam bunları deyib, bunlara yenə də xeyir olmayıb, onda bu sözü deməz ki bu adam. Görün necə, sonra deyirik, nasibisiz azıqlarına gəl ki, biz əhl-i-beyti sevirik. Sənin təqdim etdiyin imam budur da. Adam hətta bura qədər cahildir və qafildir ki, bu sözü qayıdıb sənin özünə biz deyirik də elə. Biz sənə deyirik ki, peyğəmbər məsum idi. Məsum bir insan, qeybi bilən insan, həm də məsum bir də qiyamətə qədər məsələləri bilir. Biz bu arada bir dəfə danışmışıq, onların Buxarıda və yaxud Müslimdə bir hədisləri var. Lazım olsun yenə danışarıq. Allah
Gələcəyi bilirdi, qeybi bilirdi. Niyə görə sizin məntiqinizə görə peyğəmbərə bir dəfə demədi ki, ya peyğəmbər xəlifə təyin elə ya özündən sonra. Bütün bu hadisələrin baş verməsini ki, imamın boynuna yıxırsan, elə peyğəmbərin boynuna yıxılmalıdır da sənin məntiqincə. Niyə? Çünki xəlifə təyin eləmədi. Elə bir kəlmə xəlifə təyin eləsəydi, biz dediyimiz kimi ki, Qədirxunda təyin eləyib, siz deyirsiniz yox. Təyin eləsəydi, onda ümmət heç kim etiraz eləməzdi. Etiraz eləsəydi başqa bir hökm olacaqdı, amma o heç. Ona görə də Allah həmd olsun, danışırlar. Danışdıqca özlərini rüsvay edirlər, özlərinin batil əqidədə olduğunu bir özə verirlər. Bir anlıq təəssübü kənara qoyurlar, bir anlıq dürüst düşünmək qərarına gəlirlər və qayıdıb belə suallar verirlər. Niyə Əli bunun qabağını almadı? Niyə Peyğəmbər qabağını almadı onda? Sonradan xəlifə seçimləri və s. baş verdi. İndiyə qədər alimləri 12 xəlifə, 12 imam hədisinin kimlərdir, onları yığıb yığışdırıb gətirib göstərə bilmirlər. Elə Peyğəmbər bir deyərdi, onların adlarını sayardı da. Bunlarda nəinki adlarını saymaq yox ha. Bunlarda ümumiyyətlə Peyğəmbər ümmətə başçı təyin eləməyib. Bunlar Peyğəmbərin ağılıdırlar. Bunların Saudiyada oturan kral, bunların müftləri ki, krala tabedirlər, onlar sağlığında belə vəliəhd təyin eləyiblər özlərinə. Bunların kralları Peyğəmbərlərindən nəuzubillah ağıllıdır. Bunların özləri sahabələrindən ağıllıdır, qardaşım. Bu adam ki, deyir, ixtilaf eləmək olmaz, danışmayın bu arada və s. Bu nəyi göstərir? Bu onu göstərir ki, bu adam müsəlmanlar arasında ixtilafın düşməsini istəmir də, düz. Həmin şey niyə Muaviyə istəməyib? Məli sən Muaviyədən ağıllısan, sən Muaviyədən daha çox dinə, müsəlmana onda ürəyin yanır. Amma onları gətirib qoyublar dağ başına ki, bunlar ümmətin ən xeyirli insanlarıdırlar. Peyğəmbər Muaviyə haqqında təsəvvür elə, Əhl-i-Beyt düşməni, nasibi bir insan haqqında, zamanı imamına qarşı çıxan bir insan haqqında neçə min insanın, 70 min sahabe tabiinin qanını tökən, qanının tökülməsinə səbəb olan insan haqqında Peyğəmbər deyib ki, behişdədir. La ilahe illallah. Velhamdülillahi Rabbil alemin.